Böyüklük sizcə yalnız yaşca böyüklərə mi xasdır, yoxsa daha dərin izaha ehtiyac duyulur? Məncə böyüklük yaşla ölçülmür. O rəqəmlərdə gizlənmir. O insanın xarakterindən doğur, insansevərliklə yürüyür, ürəklərə fərahlıq gətirir. Böyük o adamdır ki, qarşısındakına 2 addım yuxarıdan yox, 2 addım mehribanlıqla yaxınlaşa bilsin. Böyük gücünü göstərməz, mərhəmətini göstərər. Əgər bir insan öz böyüklüyünü başqasını alçaltmaqla sübut edirsə, orada böyüklük yox, yalnız kiçiklik var. Hörmət və böyüklük. Bunlar insanlıqdan doğur. Mən böyüyə hörmət edirəm. Amma böyüklüyünü daşıya bilənə sonsuz sevgim var.